Dövlət İmtahan Mərkəzi tərəfindən ekranda göstərilən sual tipi qəbul imtahanına çoxsalınır. Bu sual həm çevrə üzrə bərabər sürətlər ikətə, həm də nisbi sürətə aid olan sualdır. Gəlin şərtinə baxaq. Fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti V-dir. B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürətini hesablayın. Şərtdə verildi, deməli bizə A nöqtəsinin sürəti VA oldu, V-yə bərabər. Nisbi sürət tapmaq istəyirəmsə, yəni B nöqtəsinin A-ya nəzərən sürətini tapmaq istəyirəmsə, mən B nöqtəsində sürətini bilməliyəm. Bunun üçün nə edəcəm? A nöqtəsindən də bax bir çevrə keçirirəm. Gördüyünüz kimi mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Bu halda period, tezlik və omega sabitdir, konstantdır. İndi xətti sürətin elə düsturunu verməliyəm ki, bu sabit olan kəmiyyətlərdən biri iştirak etsin. Yəni V-nin də mən omega ilə olan düsturunu verəcəm. V bərabərdir omega R. Buradan aydındır ki, V R-lə düz asıdır. İndi baxın, burada gördüyümüz kimi RB R-ə bərabərdir. RA isə R bölü 2-dir. Deməli, RB-miz oldu R, RA oldu R bölü 2. İndi V-nin R-dən düz asılığını verəcəm. VA bölü VB bərabərdir RA bölü RB. RA-mız R bölü 2, sürətdə yazıram. RB də R, məxrəcdə yazdıq. R-lər ixtisar getdi, bu 2 məxrəcə enir, oldu 2-də 1. VA V idi. Gəlin yazaq indi burada. V bölü VB bərabərdir 2-də 1. Çarpaz vururam. Olacaq onda VB bərabərdir 2V. İndi burada xətti sürətin həm də istiqamətini bilmək lazımdır. Tutaq ki, saat əqrəbi istiqamətində fırlanır bizim çevrəmiz. Baxın, saat əqrəbi istiqamətində əlimə aparıram. Bu B nöqtəsində saxlayıb toxunanı çəkirim. Sürət hansı ki, biz bilirik ki, toxunan istiqamətdə yönəlir. Buraya da bir VB yazıram. A nöqtəsində də eyni ilə, baxın, əlimi çevrə üzrə saat əqrəbi istiqamətdə aparıram və A nöqtəsində artıq toxunanı çəkirəm. Aşağıya doğru oldu. Gördüyümüz kimi VB və VA əks istiqamətlidir. Nisbi sürətdə də əks istiqamətli olanda sürətlər toplanır. Onda VBA bərabər olacaq. Onların cəmindən, yəni VB 2V, üstə gələk VA da V idi. 2V üstə gələk V bizə verəcək 3V-ni.